Məlum olduğu kimi, ölkəmiz ürək-damar xəstəliklərindən ölüm üzrə ikinci yerdədir. Buna bir çox səbəblər gətirib çıxardır. Risk faktorlarına nələr daxildir? Modifika oluna bilən risk faktorları, yəni əlimizdə olan, dəyişilə bilən risk faktorları və modifiyə olmayan risk faktorları, hansı ki, bu bizim əlimizdə deyil. Risk faktorlarını idarə etməklə, yəni sağlam qidalanmaq, siqareti tərk etmək, arterial təzyiqə nəzarət, qanda xolesterin səviyyəsinin hədəf oranına salmaqla aterosklerotik ürək-damar xəstəliklərindən ölüm faizində xeyli azalmanı əldə etmiş oluruq. Hansı risk faktorları isə əlimizdə deyil, irq, cins, bunlar isə bizim əlimizdə olmayan risk faktorlarıdır və biz bunlara nəzarət edə bilmirik. Ona görə biz dəyişilə bilən risk faktorlarına nəzarəti önəririk. Pasientlərimiz əhali arasında mütləq bir şəkildə heç olmasa risk qrupunda olan insanlar, ailədə erkən qəfləti ürək ölümləri vardırsa, bu pasientlər, vətəndaşlar, insanlarımız mütləq bir şəkildə ən azı qanda lipid spektrinə nəzarət edilməlidir. Ən azı gündə 3 dəfə təzyiq ölçülməsinə nəzarət olunmalıdır. Ən azı həkim qəbulunda olmalıdır. Yəni genetikada vardırsa, mütləq bir şəkildə bu özünü büruzə verdirəcəkdir. Məsləhətimiz, tövsiyəmiz bu insanların ailəsində, ailə anamnezində, nəslində qəfləti ürək ölümləri vardırsa, mütləq bir şəkildə həkimə müraciət edib lipid spektri, xolesterin analizi və arterial təzyiq kimi müayinələrin müşahidəsinin aparılması tövsiyə olunur.